Salam, hər vaxtınız xeyir. Coğrafiya güvən test toplusu üzrə suallara qaldığımız yerdən davam edirik. Sual 21. Sxemə əsasən kəsmə yüksəkliyi müəyyən edin. Kəsmə yüksəkliyi necə tapırdıq? İki horizontalın qiyməti verilibsə, həmin o horizontallar arasındakı fərqi aradakı boşluqların sayına bölürdük. Baxırıq, burada da bilirik daxili horizontalın qiymətini, kənar horizontalın qiymətini də bilirik. Aradakı fərq 30 olacaq. 30-u da aradakı boşluqların sayına bölək. 1, 2, 3. 3 boşluq var. 30-u 3-ə böləndə edir 10 metr. Deməli, kəsmə yüksəkliyi 10 metrdir. 21-də doğru cavab olacaq D variantı. Sual 22. Kəsmə yüksəkliyi 10 metr olarsa, sxemdə M nöqtəsinin hündürlüyünü tapın. Deməli, biz daxili horizontalın qiymətini tapa bilərik. Necə? Kəsmə yüksəkliyi verilib. Deməli, daxili horizontalın qiyməti 153-dən kiçik, ona qalıqsız bölünən ilk ədəd olmalıdır. Niyə 153-dən kiçik? Çünki baxırıq ki, belqişdirik kənara doğru çəkilib. Yəni, bu təpədir. Ona görə kənara doğru hündürlük aşağı düşəcək. Hündürlüyün qiyməti azalacaq. Deməli, bura olacaq 150. Niyə? Çünki ona qalıqsız bölünən ilk ədəd olmalıdır dedik. 153-dən kiçik, ona qalıqsız bölünən ilk ədəd 150-dir. Bura 150-dirsə, deməli 10 azalacaq. Çünki kəsmə yüksəkliyimiz 10 metrdir. Bura 150-dirsə, bura olacaq 140, burada olacaq 130. M-dən keçən horizontalın qiyməti oldu 130. 22-də doğru cavab oldu Y variantı. 23. Mütləq hündürlük təyin edilir. A. Barometrlə. Bəli, biz barometrlə mütləq hündürlüyü təyin edə bilərik. Barometr atmosfer təzyiqini ölçür. Bildiyimiz kimi təzyiqə əsasən də biz mütləq hündürlüyü təyin edə bilirik. Necə? Yer səthindən hər 10 metr yuxarı qalxdıqca bildiyimiz kimi 1 millimetr təzyiq düşür. Buna əsasən biz mütləq hündürlüyü də tapırıq. Sonra burada 23-də doğru cavab A-dır. B-də deyir nivelir. Nivelir nisbi hündürlüyü ölçür. Mütləq hündürlüyü ölçmür. Fərcarla məsafələri ölçürük. Kompasla üfüqün cəhətlərini təyin edirik məhəldə. Transporterlə isə planda təyin edirik üfüqün cəhətlərini. Deməli, 23-də doğru cavab oldu A variantı. A variantı barometrlə. 24-də baxırıq. Sxemə əsasən relyefin kəsmə yüksəkliyini təyin edin. Yenə o iki horizontallar arasındakı məsafəni tapırıq. Olur 60. Aradakı fərqi biz yenə boşluqların sayına bölməliyik. Baxırıq neçə boşluq var? 1, 2, 3. 63-ə böləndə 20 edəcək. 24-də doğru cavab olacaq D variantı. Keçirik 25-ci suala. Şəkilə əsasən su quyusu və teleqüllənin müvafiq olaraq hansı istiqamətlərdə yerləşdiyini müəyyən edin. Baxırıq, su quyusu hansı istiqamətdə yerləşir? Şimali-qərb istiqamətdə. Teleqüllə isə cənubi-şərq istiqamətdə yerləşir. Deməli, şimal-qərb, cənub-şərq olacaq. 25-də doğru cavab oldu C variantı. 26-ya baxırıq. Nisbi hündürlük adlanır. Nisbi hündürlük bir nöqtənin digər nöqtəyə nəzərən hündürlük fərqidir. İndi baxaq, 26-da A-ya baxırıq. Müəyyən ərazidə müşahidəçinin gözünün görmə sərhədinə uyğun gələn xəyali xətt. Bu, üfüq xəttlə adlanır. Nisbi hündürlük adlanmır. Üfüq xəttidir. B-yə baxırıq. Dağların ən meyilli və dik yamacı bu meyillilikdir. Nisbi hündürlük deyil. C. Okean və ya dəniz səviyyəsinə olan hündürlük mütləq hündürlükdür. D. Bir nöqtənin digər nöqtəyə nəzərən hündürlük fərqi də oldu. Nisbi hündürlük 26-nın doğru cavabı D variantıdır. 27-yə baxırıq. Sxemə əsasən kəsmə yüksəkliyi tapın. Yenə iki horizontallar arasındakı fərqə əsasən biz tapa bilərik. 90-dan 45-ə çıxırıq edir 45. 45-i də aradakı boşluqların sayına bölək. 1, 2, 3. Yenə 3 boşluq var. 45-i 3-ə böləndə edəcək 15. 27-də doğru cavab olacaq C variantı. 28. Turistlər əvvəlcə 90 dərəcə. Gəlin bunu çəkək. Deməli, turistlər əvvəlcə 90 dərəcə azimutla 600 metr gediblər.
90 dərəcə azimut şərq istiqamətinə uyğundur. 600 metr. Bunu da qeyd edək. Sonra 0 dərəcə azimutla 750 metr. Onu yaxşı çəkmədim. Belə buraçan olsun. Çox kənara çıxmasın. Deməli 0 dərəcə azimut şimal istiqamətidir. 750 metr gediblər. Bunu da yazaq. 750 metr. Daha sonra 270 dərəcə azimutla 600 metr gediblər. Yine biz bu istiqamətdə getməliyik. 600 metr. Onlar çıxdıqları məntəqəyə hansı azimutla qayıtmalı və neçə metr yol getməlidirlər? Təbii ki, onlar 180 dərəcə azimutla geri qayıtmalıdırlar və təbii ki, bunu düzbucaqlı kimi fikirləşsək, qarşı tərəflər bir-birinə bərabərdir. Yəni 750 metrdə yol getməlidir. 180 dərəcə azimut, 750 metr. Yəni bu da 750 metr olacaq. Yazaq hətta bura. Qarşı tərəflər bir-birinə bərabər olmalıdır. Cavablara baxırıq. 28-də doğru cavab A variantı. 29. Əskərlər əvvəlcə 180 dərəcəlik azimutla 5 kilometr çəkək. 180 dərəcəlik azimut cənub istiqamətidir. 5 kilometr gediblər. Sonra şərqə doğru daha 5 kilometr məsafə qət etdilər. Onu da çəkək. Şərqə doğru deməli 5 kilometrdə gediblər. Onlar başlanğıc məntəqəyə ən qısa yola hansı azimut və istiqamətlə qayıtmalıdırlar? Təbii ki, ən qısa yol bu istiqamətdir. Bu da hansı istiqamətə uyğun gəlir? Şimali-qərb istiqamətinə, dərəcə ilə isə 315 dərəcə olacaq. Yəni 29-da doğru cavab oldu D variantı. 30-a baxırıq. Qayıqla göldə cənub-qərb istiqaməti ilə hərəkət edən balıqçılar ən qısa yolla hansı azimutla geri qayıtmalıdırlar? Bunu keçən dəfə izah etmişdim. Yenə güvən vəsaiti üzərindən izah edim. Bu tipdə suallar abituriyentə düşmür. MİQ-ə hazırlaşanlar üçün yenə mən o göstərəcəm burada. Tapdım. Deməli, baxırıq, nə deyir? Bir də oxuyaq. Qayıqla göldə cənub-qərb istiqaməti ilə hərəkət edən balıqçılar ən qısa yolla hansı azimutla geri qayıtmalıdırlar? Deməli, cənub-qərb istiqaməti, baxın bu istiqamətdir. Bu istiqamət yerləşir cənubla cənub-qərbin ortasında. Cənubun azimutu 180 dərəcədir. Cənub-qərbin azimutu 225 dərəcədir. Bunların ortası olur 202,5. Yəni biz 180-in üzərinə 22,5 gələrək bu azimutu tapırıq. İndi bizdən nədir soruşur? Deyir ki, bunlar geriyə ən qısa yolu hansı azimutla geri qayıtmalılar? Təbii ki, əks azimutla. Mən həmişə deyirəm, bunun ən asan variantı əks azimutu seçməkdir. Yəni 202,5 dərəcəlik yolla gediblərsə, onlar geriyə ən qısa yola 22,5 dərəcəlik azimutla qayıtmalıdırlar. İstiqamət olaraq şimal-şərqə uyğundur bu. Hesablama ilə necə tapa bilərik? 202,5-dən 180 dərəcəni çıxmaqla tapa bilərik. Onda da 22,5 eləyir. Əgər dərəcə ilə öyrənmək sizə çətin gəlirsə, bu üsulla da tapa bilərsiniz. 22,5 ilə geri qayıtmalıdırlar. Belə. Yəni, cavab olacaq 22,5, yəni 30-da doğru cavab D variantıdır. Keçid edirik 31-ci suala. 31 də kifayət qədər asan sualdır. Yenə istiqamətlərə uyğun sualdır. Hansı azimut və istiqamətdən 2 dəfə istifadə olunub? Baxırıq, hansı istiqamət? Baxın, bu təkrarlanıb, görürsünüzmü? Bu hansı istiqamətə uyğundur? Təbii ki, cənub-şərqin istiqamətidir. Dərəcə ilə desək 135 dərəcə. Yəni doğru cavab olacaq 31-də A variantıdır. Digər istiqamətlər bu şərqin istiqamətidir. Bu cənub-qərbdir, cənub-şərq.
Bu şimali şərq, sonra şimalın istiqamətini göstərir, sonra cənub-şərq. Yəni bizdə təkrarlanan cənub-şərqdir. 31-də doğru cavab A variantı. 32-yə baxırıq. Müşahidəçi 0 dərəcəlik azimutla 5 kilometr. Yenə çəkək. 0 dərəcə azimut şimal istiqamətinə uyğundur. 5 kilometr gedib, sonra isə qərbə doğru gedib, yenə 5 kilometr gedib. O başlanğıc məntəqəyə yenə hansı istiqamətlə qayıtmalıdır? Təbii ki, bu istiqamətlə qayıtmalıdır. Bu istiqamətdə hansı istiqamətdir? Cənubi şərqin istiqamətidir. Dərəcə ilə desək 135 dərəcə, yəni 32-də doğru cavab oldu. C variantı. 33. Hansı azimutlardan bir dəfə istifadə olunub? Baxırıq, bu təkrarlanıb, bu şimal-şərq istiqamətidir, təkrarlanıb, bu da təkrarlanıb, amma bunlardan bir dəfə istifadə olunub. Bunlar da hansıdır? Dərəcə ilə desək 90 dərəcə, bu da 0 və ya 360. Baxırıq, 33-də doğru cavab oldu, A variantı. 34. Sxemə əsasən məktəbdən hərəkətə başlayan şagirdlərin Ağçay üzərindəki taxta körpüyə qədər hansı istiqamətdə hərəkət etdiklərini müəyyən edin. Deməli, şagirdlər məktəbdən, yəni buradan körpüyə qədər hansı istiqamətdə getməlidirlər? Təbii ki, bu istiqamət olur şimali qərbin istiqaməti. Baxın, bura qədər soruşur. Bu körpüyə qədər soruşur. Yəni, şimali qərb istiqamətidir bu. 34-ün doğru cavabı oldu B variantı. 35. Tələbələr əvvəlcə 0 dərəcəlik azimutla 7 kilometr, yenə çəkək, 0 dərəcəlik azimut şimal istiqamətinə uyğundur. Sonra isə qərbə doğru daha 7 kilometr məsafə qət etdilər. Yenə başlanğıc məntəqəyə hansı istiqamətlə qayıtmalıdırlar? Bunlar təbii ki, cənubi-şərq istiqaməti ilə qayıtmalıdırlar. Dərəcə ilə desək 135 dərəcə, 35-in doğru cavabı olacaq C variantı. Keçdik 36-cı suala. Üfüq adlanır. Üfüq nədir? Açıq yerdə, hamar məhəldə yer səthinin görünən hissəsi. İndi baxaq A variantında coğrafi xəritələrdə və ya planda bərabər cəmiyyətin nöqtələri birləşdirən xətt. Bu xətt izoxətlərdir, yəni üfüq deyil. İzoxətlər, yəni izoterimlər, izobarlar, izoqalinlər, bunlar coğrafi xəritələrdə istifadə olunan xəttlərdir. Yəni A deyil. B. Planet və peyklərin mərkəzi cisim ətrafında hərəkət etdiyi yol. Xeyr, bunlar da üfüq adlanmır. Sonra C. Yerin heç bir həndəsi fiqura uyğun gəlmə forması xeyr. Bu da deyil. Şimal və cənub coğrafi qütblərini birləşdirən xəyali xətt, bu da meridianlar adlanır, üfüq adlanmır. Y. Açıq yerdə, hamar məhəldə yer səthinin görünən hissəsi. Bəli. Y. 36-da doğru cavab oldu. Y variantı. 37-yə baxırıq. Qütb ulduzunun mövqeyinə əsasən dairələrə müvafiq gələn istiqamətləri müəyyən edin. Qütb ulduzu daima şimal qütbü üzərində görsənir və ekvatordan yuxarıda yerləşən ərazilərdə görsənir ancaq, yəni şimal yarımkürəsində görsənir. Cənub yarımkürəsində görsənmir. İndi baxırıq, qız qütb ulduzunun çıxdığı tərəfə, üzü o tərəfə dayanırsa, deməli şimala baxır. Çünki niyə? Qütb ulduzu daim şimal qütbü üzərindədir və şimal istiqamətini göstərir. Qız üzünü tutubsa, deməli bu şimala baxır. Yəni 2 şimaldır. 2 şimaldırsa 4 olacaq cənub, 1 olacaq qərb, 3 isə olacaq şərq. Bu da hansı varianta uyğundur? 37-də doğru cavab oldu B variantı. 38. Bakı metropoliteninin sxeminə əsasən 28 may metro stansiyasının Nizami metro stansiyası və İçərişəhər metro stansiyasından müvafiq olaraq hansı istiqamətlərdə yerləşdiyini müəyyən edin. 28 may baxın buradır. Nizami metro stansiyası isə buradır. Bu hansı istiqamətdir? Şimali qərbin istiqamətidir. Deməli, Nizami yerləşir şimal-qərb istiqamətdə. İçərişəhər isə buradadır. İçərişəhər isə
cənubi qərbdə yerləşir. Deməli, olacaq şimali qərb, cənub qərb. Baxaq, hansı varianta uyğun gəlir? 38-ə doğru cavab. Baxaq, bir dəqiqə. Şimali qərb, bir dəqiqə. Bir də baxaq. Bakı metropoliten sxeminə əsasən 28 may buradır. 28 may bizdən metro stansiyası. Mən əksinə fikirləşmişəm. Bizdən 28 mayın Nizamidən və İçəri şəhərdən hansı istiqamətdə yerləşdiyini soruşur. Baxırıq 28 may Nizamidən cənubi şərqdə yerləşir təbii ki. Nizami isə 28 maydan şimal-qərb istiqamətdə yerləşir. Bizdən 28-i soruşduğu üçün bunu tapmalıyıq. Nizamiyə nəzərən cənubi şərqdə yerləşir. İçəri şəhərə nəzərən isə yerləşir şimal şərqdə. Bu da 38-də doğru cavab olacaq D variantı. Yəni cənubi şərq, şimal şərq. D variantı. Belə suallarda biraz diqqətli olmaq lazımdır. 39. Sxemdə horizontallarla təsvir edilmiş ərazidə dəmir yolu çəkilməsi planlaşdırılmışdır. Buna əsasən hansı nöqtələr arasında körpü, hansı nöqtələr arasında isə tunel tikilməsinin lazım olduğunu müəyyən edin. Baxırıq. 1 ilə 2 dağdan keçir. Dağdan keçdiyi üçün təbii ki, burada tunel olacaq. 2 ilə 3 isə çay üzərindən keçməlidir. Burada isə təbii ki, körpü olmalıdır. 3 ilə 4 isə yenidən dağlıqdan keçir. Yəni, burada da tunel olmalıdır. Yəni, 1-2 tunel, 2-3 körpü, 3-4 tunel. Bu da hansı varianta uyğundur? Y variantına uyğundur. Bu videonun sonuncu sualına baxırıq. Məhəllə planında Yenikənddən 135 dərəcə azimutda yerləşən konturlu şərti işarə hansı coğrafi obyekti göstərir? Baxırıq Yenikənd cənub 135 dərəcə azimutda yerləşir. Baxın 135 dərəcə buradır və konturlu olmalıdır. Bu miqyassızdır. Bunu biz ayırd eləməliyik. Nədir bu? Konturlu olan bu təbii ki, kolluğun şərti işarəsidir. Yəni 40-da doğru cavab olacaq D variantı. Bu videoluq bu qədər. Ümid edirəm ki, bu videolar sizlər üçün faydalı olur. Əgər faydalı olursa kanalımıza abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Hər birinizə uğurlar arzu edirəm.